Amma bu məhəbbət Aydındır. verir. Biz Elşad Mirin fikirlərini eşitək görək. buyurun. Ümumiyyətlə, nə dərəcədə doğrudur? Məsələn, bax, Roza xanımın dediyi kimi, PR mı deyim, reklam mı deyim buna, təbliğat mı deyim? Yəni, burada da gözəl cavab verildi. Qeyd edilir ki, məsələn, burada əslində iki məqam var. Birincisi, həqiqətən, məsələn, göstərdiyi yaxşılığı göstəriş üçün, PR üçün bunu həyata keçirir. Və yaxud da, ikinci tərəfdən də xanımın da fikirləşdiyi kimi, yəni deyir ki, mənim sevənlər, insanlar varsa, mənim elədiyim yaxşılığı onların da davam etdirməsi üçün, bəli, gözəl bir ənənə halına gəlsin. Yəni, heç bir insan, heç bir insanın qəlbini bilə bilməz. Doğru. Çünki biz deyə bilmərik ki, kimsə bu yaxşılığı eləyir və yaxud da digərlərini gizli eləyir. Çünki bu günlərim həqiqətən mənim də tanıdığım, şahid olduğum insanlar var ki, çox cüzi miqdarda, çox cüzi formada, zahirən yaxşılıq eləyir başqalarına təşviq eləmək üçün, amma çox küllü miqdarda sağ əlin verdiyini sol əl verməsin tərzində həyata keçirirlər. Çünki bu məsələ, baxın, çox ciddi bir məsələdir və Allah bunu namazla birlikdə qeyd edir dəfələrlə. Məsələn, namaz insanın deyək ki, Allahla insan arasında olan münasibətdir. Zəkat isə insanla insan arasında olan münasibətdir. Yəni, bu məsələdə şəquli və üfüqi şəkildə insanlara bir növ hər bir şeyi gözəl şəkildə anlamağa, dərk eləməyə təşviq eləyən amillərdən biridir. Baxın, sizə bir məsələni deyil. Quran-ı Kərimdə 3 məsələ ancaq fi səbilillah, yəni Allah yolunda olaraq qeyd olunur. Bunlardan birincisi cihaddır. Cihad da o demək deyil, əlinə qılınc al döyüşçünə. Yəni Allah yoluna cəhd eləmək. İkincisi hicrətdir. Üçüncüsü isə infaq deyilən, yəni Allah yolunda xərcləməkdir. Peyğəmbərimizin özünə ilk gələn ayələrdə də bildirilirdi ki, elədiyin yaxşılığı minnət qoyma. Baxın, Peyğəmbərin özünə deyilirsə bu bizə təbii ki, 100% bu bizə də hətta daha betər şəkildə aiddir. Hətta Bəqərə surəsində 261-ci ayəsində də Allah deyir ki, Allah yolunda, məsələn, yaxşılıq eləyin və bu yaxşılıq eləyənlərin əvəzini Allah özü mükafatlandıracaq. Başqa 264-cü ayəsində deyir ki, Allah yolunda yaxşılıq eləyib, Allah'a inanmayan, ahirəti qəbul eləməyən insanların elədikləri puç olmuşdur. Yəni, bu nəyə də daxildir? Əgər bir insan həqiqətən göstəriş məqsədi ilə nəysə həyata keçirsə, onun elədikləri puçdur və onun əvəzini də bu dünyada alacaq. Amma ahirətə, yəni həqiqi, əsl həyata heç bir şey qalmayacaq. Onun görə də Rəbbimiz bizə belə dua eləməyi öyrədir ki, Quran-ı Kərimdə Bəqərə surəsində yenə deyir ki, ey Rəbbimiz, bizə dünyada da, ahirətdə yaxşılıqlar ehsan elə. Yəni, insan bilirsin necədir? Bu yaxşılığı eləməklə bir növ özünü həqiqi mənada Allaha olan sədaqətini göstərir. Məsələn, bizdə indi nəzir deyirlər, əslində bunun adına sədəqədir. Sədəqə də nədir? İnsanın imanının sədaqətidir. Yəni, bu həqiqətən sadiqdir ki, sədaqətini göstərir ki, mən Allah yolunda bunu eləyəm. Amma bunu eləyərkən də cibimizin qırağında qalmış 5-10 qəpiyi çıxarıb vermək deyil, əksinə, biraz əvvəl sizin dediyiniz kimi, məsələn, tərəvəz məhsulları satan bir insan özünün malik olduğu ən gözəl məsələlərdən biri, məsələn, alma idi, ondan bir neçə qutu götürüb verməklə ən gözəlini eləmiş olur. Allahın bizdən istədiyi budur. Yoxsa qıraqda verilir. Hətta, məsələn, İslam dində zəkat anlayışı 40-da 1 verməkdir. Və buna Peyğəmbərimizin sahabələri deyirdilər ki, bu simicin, yəni paxıl bir adamın verdiyi sayılır. Yəni, çalışmaq lazımdır daha çox olsun. Niyə? Çünki, baxın, əslində zəkat sözü artırmaq deməkdir, artmaq deməkdir. Digər mənası idisə təmizləmə deməkdir. Məsələn, necə artır? Bir insan təsəvvürlə malın 40-da 1-ni verərkən necə arta bilər bu? Əksinə, riyazi hesablamalara görə faktik olaraq 39-a düşür, azalır. Amma Allah deyir ki, Quran-ı Kərimdə, onların verdikləri yaxşılıqlarda, deyir, onlar bir sümbül kimidir və bir dənəsində, məsələn, 7 sümbül olur. Həmin o 7 sümbülün özündə də, məsələn, yüzlərlə sümbül olur, yəni 700-ə qədər qalxır. Yəni, onun adına da bu günlərin dini terminologiyada bərəkət deyirlər. Yəni, bəzən bu günlərin bir insan deyir ki, aylıq qazanan bilər 1500, 3000, 10.000, amma biri qazanan bilər 500 aziyət. Amma bunun bərəkəti digərindən daha çox olur, daha səmərəli olur, daha gözəl həyatını keçirir, nəinki digəri. Doğrudur. Siz heç xeyriyyətçilik eləmisiniz? Deyir. Niyə? Ona görə ki, mən təzəyəm bu sənət, bəyənim. Aha, amma niyyətiniz var. İnşallah, əlbəttə ki. Buyurun. Xeyriyyətçilik o demək deyir ki, kiməsə nə isə aparıb verməklə. Peyğəmbərimiz buyurur ki, ən ucuz sədəqə təbəssümdür. Yəni, bir insanın təbəssüm eləyərək könlünü almaq belə, o Allah yolunda verilmiş, xərclənmiş bir vəsaitdir. Çünki heç kimin, məsələn, adam var, milyonu var, milyonun yanında onun xərclədiyi deyək ki, 10.000, əslində heç bir şeydir.
Amma adam var 10 mini var, 10 minin 9 mini xərcləmək bu çox böyük bir şeydir. Yəni bu da hər adamın eləyə biləcəyi bir məsələ deyil. Buna da bir ürək lazımdır. Təbii ki, ürək lazımdır və bir də iman lazımdır. Həqiqətən inanan insan düşünür ki, mən bu dünyama deyil, axirətimə sərmayə qoyuram. Çünki bu günlərim övladlarımız üçün nə edirik? Onların təhsili ilə və s. ilə məşğul olarkən biz gələcəyimizə sərmayə qoyduğumuzu düşündüyümüz kimi həyatımızda etdiyimiz yaxşılıqlarla da digər həyatımıza, əsl həyatımıza daha çox sərmayə qoymuş oluruq. Bir misal deyim, üzr istəyirəm. Məsələn, Qurban ətinin paylanması. İslamda bilirsiniz ki, iki əsas bayramdır. Qurban bayramıdır və Ramazan bayramı. İkisi də sosial, ictimai tərəfi olan bir bayramdır. İnsanlara yaxşılıqlarla. Birində fitrə sədəqəsi deyilən anlayış var. Digərində də Qurban bayramında qurban kəsilib paylanması. Məsələn, Peyğəmbərimiz gəlir evə, xanıma Ayşədən soruşur ki, bəs bizə nə qaldı? Soruşur, deyir ki, bəs bizə qalan budur. Deyir, xeyr, bizə qalan o payladıqlarımızdır. Yəni ona görə bizim də həmişə istifadə elədiklərimiz, xərclədiklərimiz hamısı Allah yolunda olandır. Bəli, ona görə də Allah rızası üçün deyilən bir deyim var. Təbii ki. Xanım, bir şey qeyd edeyim. Məsələn, burada çox gözəl bir məsələnin üzərində durdu. Xanım da çox gözəl qeyd elədi. Həqiqətən ümid eləyirəm ki, bundan sonra tamaşaçılarımız da bu məsələlərə daha çox fikir diqqətli verərlər. olacaqlar, Bəli, bəli. öz imkanları ilə, gücləri çatanla o əllərindən gələn eləyəcəklər. Amma bundan başqa bir məsələ də var. Bu günlərin biz məsələn təhsildən danışdıq. Həqiqətən gözəl bir ənənə olar ki, məsələn bu günlərin mən tanıdığım insanlar da var ki, rayondan gələn, məsələn atası olmayan, xüsusilə də yetim qızların, yəni yanlış bir addımının olmaması üçün onların məsələn bəziləri deyək ki, adlarına heç həmin insanları tanımır heç biriləri. Sadəcə bir adamı tanıyırlar, bircə dəfə görüşülür. Onların adına deyək ki, kart açılır. Həmin o karta aylıq olaraq mütəmadi onların məsələn dərs kitablarını ala biləcək şəkildə və yaxud da deyək ki, icarədə, kirayədə qalırsa, ehtiyaclarını ödəyə biləcək qədər. Ehtiyaclarını ödəyə biləcək miqdarda, məsələn, il ərzində bunları həll edən insanlarımız var. Bu çox gözəl bir ənənədir. Yəni mən inanmırdım ki, Azərbaycanda belə vaxtı ilə var idi, amma bunlar artıq formalaşır, yetkinləşir. Yəni insanlar var ki, mən sizə bir şey deyim, bəzən qınayırlar həccə gedənlər ki, 2-ci dəfə gedir, 3-cü dəfə gedir. Amma Allah şahiddir ki, adamın hər cürə imkanı var. 2-ci dəfə də ürəyi istəyir getməyə, ibadət eləməyə, amma onun 2 qatını, 3 qatını Allah yolunda xərcləyib ondan sonra gedir ora. Yəni və yaxud da deyək ki, bir neçə tələbəni götürür, bütün ömür boyu, yəni 4 il və yaxud da 5 il, hətta magistraturada təhsil alacaqsa həmin illəri, bütün o təhsil haqqısını ödəyir, ondan sonra gedir.